Mənim gözəl izləyicilərim, mən görürəm ki, mənim efrimdə oğluma atasız qız almaram fikri yanlış səmtdə, yanlış məcrada yönləndirilir. İstirdim bu video çarxı çəkim və sizə bildirim ki, mənim bu fikrimi qətiyyətli surətdə heç qəti şəhid qızlarımızla əlaqəsi ola bilməz. Şəhid qızlarımız mənim başımın tacıdır. Allah mənə bir övlad nəsib edərsə, elə eləsin ki, sırf mənim evimə, mənim ocağıma sırf şəhid qızımız qismət olsun. Mənə canım sizə qurbandır, o sizin qeyrətiniz qarşısında. Mən həmişə bunu demişəm, hər zaman deyirəm, ömür boyu da deyəcəm. Mənim fikrim orada o demək idi ki, yəni mən elə bir qadının qızını almaram ki, anası yanlış bir yoldadır və o qızı atasızdır və təbii ki də qızı o atası ilə əlaqə də saxlamır və bu həyatdan məmnundur və çox əfsuslar olsun ki, belə ailələr var, belə insanlar var və mən o fikri çatdırmaq istədim. Sadəcə o canlı yayın intensivdir deyə. Və sırf elə qadınlar var ki, öz ailələrini dağıdırlar, uşaqlar ailəsiz qalır və öz qızlarına da bunu məsləhət bilirlər və qızlar da böyüyürlər və daha sonra deyirlər ki, yox, kişiyə ehtiyac yoxdur, evdə ataya ehtiyac yoxdur, nə edirik? Mən bu mənada deyirəm ki, mən elə bir qadının qızını almaram, çünki onun düşüncəsində ataya, kişiyə hörmət olmur ona görə. Yoxsa belə mən başa düşmürəm ki, niyə atasız qızlar düşünür ki, mən onlara nə isə demişəm. Xeyr, mənim özüm atasızam və mən baş əyirəm bütün atasız qızlar qarşısında ki, hansıların ki, ataları həyatlarını dəyişiblər, hansılar ki, ataları əziyyət veriblər, anaları boşanıblar. Bu başqa, mənim dediyim başqaydı. Yəni ki, o başqa həyatı yaşayan və qızını da ailə canlı böyütməyən bir ailədə, hansı ki, ata dəyərini qadın heç vecinə də almır, elə bir qızı almazdım ailəmə. Ayrıca mən heç kimin qəlbinə dəymək istəmirəm. Mən sizi çox sevirəm və bağrıma da basıram və bütün atasız qız. Yox, gələndə isə bizim gözəl şəhid qızlarımıza, mələk şəhid qızlarımıza mən sizin heç vaxt qəlbinizə dəymərəm. Siz məni bilirsinizsə bilirsiniz. Birazcıq da olsa sizə mən necəsə yanlış hiss elətdirmişəmsə, öpürəm sizin gözlərinizdən, bağrıma basıram, üzrlü hesab edin. Çünki siz mənim baş tacımsınız. Sizlik bu mövzu ola da bilməz. Yəni heç bunu insan ağlına belə gətirib bu fikri deməz də. Yəni nə qədər emosional da olsa bir yəni nə an belə baş versə, yəni sizlə əlaqəsi ola bilməz. Çünki siz müqəddəssiz onsuz da. Yəni müqəddəslər müzakirə oluna bilməzlər.